Az yuxu, yüksək təzyiq, olmayan sabah yürüyüşü, 5 saatlıq bir yuxudan söhbət gedir. Bitib tükənməyən işlər, artırılmasını hədəf qoyduğun, istədiyin, arzuladığın pulun əsla olmaması, xəyal etdiyin istirahətin, yaya uyğun qurduğun planların düşündüyündə çox-çox uzaqlarda olması, gün ərzində ertələnən, arzu olunan, planlaşdırılan işlərin gün sonunda yazdığın siyahıya baxırsan ki, hansını eləyə bildim, çox az bir qismini. Bugün də isti havadır və mən tərəziyə çıxmıram, amma nədənsə mənim kilomu başqaları əzbər bilir, öz kiloları şəklində az qala özlərinə köçürdüb bildirirlər. O kiloda əsla ömrü həyatında olmayan həmin kimsələr və fantom obezite, fantom fət deyilən bir şey oxudum. Mətn əslində belə başlayır ki, kimsə arıqlayır, həkim ona deyir ki, hə arıqlamısan, dostları kompliment eləyir, deyir də, yəni hamı görür, amma özü güzgüyə baxdığı zaman arıqladığını görmür, öz əvvəlki kilosunda özünü görür və daha sonra da bir şeylər yazıb, axırda da fantom obezite bunu adlandırır. Onu oxuyanda mən əslində bir növ anoreksiyanı düşünürdüm ki, yəqin ki ondan danışır. Bir də bədən algı pozukluğu deyirlər də, səhv eləmirəmsə. Nə qədər əməliyyat falan eləyirsən elə, əsla öz vücudunla barışa bilmirsən, bəyənə bilmirsən özünü. Belə bir şey. Paltaryan maşını sayısız işlətmək, günəşin faydalı xüsusiyyətlərindən yararlanmaq, dəniz kənarında deyil də paltarı qurutma, daha sürətli paltar qurutma xüsusiyyətlərindən. Daha sonra saçlarım uzanmır. Belə.